Uşaqlıq yaralarını özünün sara biləcəyini desəm. Bəli, bu psixologiyada özünə yenidən valideynlik etmək adlanır. Uşaqlıqda sevilmək, görülmək, güvənli alanda hiss etmək kimi ehtiyaclarımız olur. Amma bəzən bu ehtiyaclarımız qarşılanmır. Buna görə də yetişkin olduğumuzda daxilimizdə sanki bir boşluq qalır. Bu boşluq əslində əksi hiss etdiklərimizdir. Özünə yenidən valideynlik etmək isə həmin boşluqda əksi hiss etdiklərimizi özümüzə geri verməyimizdir. Adətən yetişkin olduğumuz zaman emosional olaraq çox ani, duyğusal anlar hiss etdiyin olur və yaxud da tez-tez özünü yalnız hiss etdiyin olur. Bu əslində uşaq yanının sənə bir səslənişidir. Uşaq yanını eşit, onun sənə nə demək istədiklərini dinlə. Çünki sağalmanın yolu uşaq yanını sevgi ilə qucaqlamaqdan keçir.